Salam uşaqlar, hər vaxtınız xeyirli olsun. Mən istəyirəm bugün sizlər üçün duzlar təsnifatı adlandırılması bölməsinə aid olan yeni test toplusu, yaşıl üzlü test topludan izahat verim. Deməli, ilk olaraq birinci sualımıza baxırıq. Görək birinci sualda nə verir bizə? Diqqətli olaq. Aha, deyir ki, bizə kalsium sulfatın formulunu müəyyən edin. Uşaqlar, kalsium sulfat bilirsiniz ki, kalsium metalı və SO4 qalığından ibarət olmalıdır. Kalsium sulfat da deyəndə SO4 yazırıq. Çünki biz duzları oxuyan zaman metal atomunun adı və turşu qalığının adını müvafiq olaraq deyirik. Kalsium metalı yazırıq və sulfat turşusunda qalığını yazırıq. Hər ikisinin valentliyi 2-yə bərabərdir deyə elə formul nə olacaq? Kalsium SO4. Dəmir 3 xloridin kimyəvi formulunu müəyyən edin. Gəlin baxaq, dəmir 3 xloridin kimyəvi formulunu necə müəyyən edə bilərik? Aha, baxırıq, görürük ki, dəmir 3 xlorid, yəni H xlorun qalığı olacaq. Xlor da bilirik ki, metallarla birləşəndə ikili birləşmədə valentliyi 1-ə bərabərdir və yaxud da H xlorun qalığı olaraqdır deyə valentliyi 1-dir. Formul çıxacaq ferrum xlor 3, cavab olacaq A variantı. Keçirik növbəti sualımıza. Hansı sırada yalnız duzlar göstərilmişdir? Duzlar bilirsiniz ki, metal atomu və turşu qalığından ibarət olmalıdır. Burada barium oksiddir, sonra ardınca bu turşudur və yaxud da normal şəraitdə qazdır. Turşusu var və yaxud da normal şəraitdə qazdır. Metal atomu, turşu qalığı. Metal atomu, turşu qalığı. Doğru cavab olacaq Y variantı. Keçirik növbəti testimizə. Növbətdə deyir ki, yalnız 2 qat duzlardan ibarət olan sıranı müəyyən edin. 2 qat duzlar nə idi? Metal atomu, turşu qalığı ilə yanaşı başqa bir metal atomu da olsun. Yəni uzun sözün qısası 2 cürə metal atomu, bir cürə turşu qalığı olmalıdır. Onda mən baxıram ki, A variantında 3-cüdə hidrogen verilibdir, turş duzdur. Ardınca uşağı çaşdıran məqam nədir? Deyir, 2 cürə metal atomu, axı O2 deyə turşu qalığı yoxdur deyə, deməli bu səhvdir. Bunu da silirik. Ardınca baxırıq ki, C variantında ortada verilən normal duzdur. Çünki alüminium metaldır, SO4 turşu qalığıdır. Getdi normal duza. Ardınca baxırıq ki, Y variantında hidrogen var deyə turş duzdur. Doğru cavab olsa D variantı. Kalsium metal, kalium metal, PO4 turşu qalığı, kalium metal, xrom metal, SO4 turşu qalığı, kalium metal, natrium metal, SO4 turşu qalığı da deyə 2 qat duz olacaq. Növbəti 5-ci sualımıza baxırıq. Deyir, turş duzları müəyyən edin. Turş duz nə idi? Metal atomu turşu qalığı ilə yanaşı ortada hidrogen atomları da olmalıdır. Ya bir atom ola bilər, ya 2 atom ola bilər. Onda mən baxıram ki, OH var, deməli əsası duzdur. Sonra mən baxıram OH var deyə əsası duzdur. Turş duz olması üçün metal atomu, turşu qalığı, hidrogeni var, uyğundur. Metal atomu, turşu qalığı, hidrogeni var, uyğundur. Metal atomu, turşu qalığı, hidrogeni var, uyğundur. Doğru cavab olacaq 1, 2, 5. Görək hansı variantdadır? A variantıdır. Deyir, hansı reaksiyadan alınan hər iki maddə suda həll olmur. Bunu bilməməyiniz yəni normaldır. Çünki siz əsas qarşıda hələ testlərdə, nəzəriyyələrdə öyrənəcəksiniz. Amma mən sizə çöküntüləri vermişəm əzbərləmək üçün cədvəli. Və hər iki maddə dediyinə görə burada kuprumla SO4 birləşir. Buradan və H ilə də oksigen su verəcək. Alüminiumla SO4 birləşir. H ilə OH su verəcək. Bariumla, baxın bura baxırıq. Kuprum SO4, üstə gələk barium OH2. Buradan görək nə alınır. Və artıq sən çöküntülərdə əzbərləmirsən barium SO4 çöküntüdür və kuprumla da OH birləşəndə kuprum OH2 də göy rəngli çöküntüdür. Biri ağ rəngli çöküntüdür, biri isə mavi rəngli göy rəngli çöküntüdür. Deməli, doğru cavab olacaq Y variantı. Bizə dəqiq uşaqlar. Aha, bunu silək. Keçək növbəti testimizə. Aha. Aha, bu da belə. Keçdik növbəti testimizə. Görək növbəti testimizdə nə olacaq? Deməli. Bizə görə testdə nə deyir? Uşaqlar, bizə testdə deyir ki, aha. Görək nə deyir? Deyir ki, məhlulda eyni zamanda hansı maddələrin olması mümkün deyil. Çünki bunlar reaksiyaya daxil olsa, uşaqlar dərhal çöküntü verəcək. Səbəb budur.
İndi biz bunun üçün reaksiya aparmalıyıq bu maddələri və görməliyik ki, hansı maddə çöküntü qaz su verə bilər. Bu mənada yanaşacağıq. Məsələn, burada baxırıq ki, cavablara, Y variantına baxırıq. Hələ bunları bilməməyiniz hardasa normaldır, zamanla daha yaxşı biləsiniz. Natrium OH, NH4 xlorla reaksiyaya daxil olanda burada alınır natrium xlorid və NH4 ilə də OH, NH4 OH verir ki, o da dərhal NH3-ə bir də suya parçalanır. Əgər reaksiyada İki maddəni qarışdıran zaman çöküntü qaz su verirsə, bunlar məhlulda eyni zamanda mümkün ola bilməyəcək. Çünki qurdla quzunu bir yerdə qoymaq olmaz. Dərhal qurd quzunu parçalayacaq. Bu da elə bir şeydir. Bu iki maddəni bir yerdə qoya bilməyəcəyik biz. Niyə? Dərhal reaksiya gedəcək və qaz və su əmələ gələcək. Cavab olacaq Y variantı. 8-ə baxırıq. X-im görürəm nədirsə, həm H xlordan girir turşu ilə, həm də əsasla girir. Bu nə olacaq? Amfiter xassəli olacaq. Baxıram ki, A-da da, B-də də, D-də də, D-də də, C-də də hamısı amfiterdir. Burada suyun alınması onu göstərir ki, bizə nə veribdir? Bizə oksit və yaxud da hidroksid verməlidir ki, orada H ilə OH birləşib su əmələ gətirsin. Bəs nə ola bilməz? Məsələn, D variantı. Ən azından bilirsən ki, alüminium üstəgələ H xlordan alınacaq alüminium xlorid üstəgələ H2. Axı bunun oksigeni yoxdur ki, bu burada birləşib su versin. D variantı doğru olacaq. Keçirik növbəti sualımıza. Görə növbətdə nə deyir? Aha. Deyir ki, 1 mol H3PO4 ilə 1 mol kalsium OH2-nin qarşılıqlı təsirindən deyir, hansı duz alınır? Uşaqlar, 1 mol H3PO4 reaksiyaya giribdir 1 mol kalsium OH2 ilə. Biz burada nəyə diqqət edirik? Görürük ki, 3 dənə H-ı vardır. Biri vururam 2-yə, 2 dənə də OH-ı vardır. H-ı OH-dan çox olduğuna görə bu turş duz verəcək. Bunun 2 dənə OH-ı, buradakı 2 dənə H-ından birləşəcək. 2 H-ı qopartdım H3PO4-dən. Yerdə nə qaldı? HPO4. Aha. Bir də kalsium da gəlib bunun böyrünə düşəcək. Kalsiumun valentliyi 2-dir, HPO4-ün valentliyi 2-dir. Deməli, olduğu kimi qalacaq. Alınan maddəmiz bu olacaq. Deyir, hansı reaksiyadan alüminium sulfat alınır? Alüminium sulfat alınması üçün, məsələn, şurada C variantı gedə bilməz. Zamanı gələndə biləcəksən ki, alüminium metalı natriumu çıxara bilməz. Burada alınar deyir. Aha. Baxırıq ki, hansı reaksiya alüminium sulfat alınır. Deməli, buradan tutaq ki, nə alınacaq ki, alüminiumla SO4 birləşəcək, natriumla da xlor, 2 duz o zaman reaksiyaya girir ki, mən sizə QR kod göndərmişəm ki, onu baxasınız, oranı dinləyəsiniz. 2 duz o zaman duzla duz o zaman reaksiyaya daxil olur ki, uşaqlar, yadınızda qalsın. Alınır yenidən 2 duz və bu duzlardan biri çökməlidir mütləq olaraq. Və alınan alüminium SO4 ilə natrium xlor çökmür deyə deyirəm, A variantı da olmaz, uyğun deyil. Sonra baxıram bura. Burada alüminiumla SO4 birləşir, ferriumla da NO3, 2 dənə duz alınır, heç biri çöküntü deyil, reaksiya getməyəcək. Ardınca mən baxıram ki, burada Y variantında sulfitin anhidridi girdiyinə görə burada alüminium 2, SO3 alınacaq 3 dəfə. Sulfit alınacaq, amma B variantı doğru olmuş olacaq. Ola bilər ki, dinləyirsiniz, müəyyən məqamlar sizə çətin gəlir, amma zamanla inşallah bunlar hamısı öz yerini tapacaq, narahat olmayın. Sonra ardınca baxırıq növbəti sualımıza. Görə növbəti sualda nə deyir? Deyir, hansı reaksiyadan turş duz əmələ gəlmir? Turş duz əmələ gəlmir deyirsə, baxırıq görək. Məsələn, buradan natrium karbonatın üzərinə H xlor gələndə alınacaq buradan natrium xlorid. Üstəgələ H ilə da CO3 birləşir. Qıraqları bir birləşdirin, ortağında bir birləşdirin. Hələlik belə deyə bilərəm. H ilə da CO3 karbonat turşusu verir ki, karbon qazı və suya ayrılır. Və mən burada gördüm ki, turş duz əmələ gəlmədi. A variantı doğru cavab olacaq. Keçək növbətiyə. Deyir, hansı halda mis-2 xlorid əmələ gələr? Yəni, kuprium xlor əmələ gələr. Mis-2 hidroksid natrium xloridlə qarşılıqlı təsirlə. Mis-2 hidroksid uşaqlar çöküntü olduğuna görə deyəcək, bu olmaz. Mis metalı hidrogen xloridindən reaksiyaya girmir. Mis metalı xlor turşusa reaksiyaya girmir. Mis metalı xlor mühitində qızdırdıqda. Mis metalı kuprium
xlor mühitində üstəgələ xlor 2-dən alınır kuprum xlor 2. Bu doğrudur. Cavab olacaq D variantı. Turşusu ilə girmir, amma özü xlorla reaksiya girir. Mis-oksida kalsium xlor ilə təsir etmək yox, bu da alınmayacaq. Getdi növbətiyə. Ağ rəngli X duzunun üzərinə natrium hidroksid əlavə edib qızdırdıqda kəskin ilə qaz alınır. Alınmış məhlulda gümüş bir nitrat əlavə etdikdə ağ rəngli çöküntü alınır. İnşallah gümüş bir nitratdan ağ rəngli çöküntü deyirsə, bu argentin xloriddir. Deməli, bu duzun tərkibində xlor olmalıdır. Və ağ rəngli kəskin ilə qaz çıxırsa, qələbə əlavə edirsənsə, kəskin ilə qaz çıxırsa, bil ki, bu amonium duzudur. Və amoniumun hansı duzu olacaq? Xlorid duzu olacaq ki, üzərindən natrium hidroksid əlavə ediblər. Baxın, inşallah, bunları zamandan daha yaxşı biləsiniz. Burada alınır natrium xlorid, üstəgələ NH3, üstəgələ su alınır. Və alınmış duza, natrium xloridə, uşaqlar, görürsünüzmü? Əlavə ediblər gümüş bir nitrat, argentin NO3. Bayaq dedik, bu duzdur, bu da duzdur. Duzla o zaman reaksiyaya girir ki, alınan duzlardan biri çöküntü olsun. Aha, onda deməli bu reaksiya neyəcək? Gedəcək və görürsünüz ki, argentin xlor da ağ rənglidir. Deməli, götürülən duzumuz NH4 xlor olacaq A variantı. A variantı doğru cavabdır. Geçsin növbəti sualımıza. Görək növbətdə nə deyir? Növbəti sualımıza deyir ki, 1 mol dəmir 3 hidroksid 1 mol nitrat turşusunun qarşılıqlı təsiri. 1 mol dəmir 3 hidroksid FeO3. Reaksiyaya ki 1 mol nitrat turşusu. Aha, bu nə deməkdir uşaqlar? Biz burada OH-ın və H-ın sayına baxıram. Görürəm 3 dənə OH-ım var. Biri vurdum 3-ə, biri də vurdum 1-ə. Görürəm ki, 1 dənə də H-ım var. OH-ın sayı H-dan nədir? Çoxdur. Deməli, nə duz verəcək? Əsasi duz. Və biz nəyə diqqət edirik? Burada bir dənə H-ım, bu FeO3-dən bir dənə OH-la reaksiyaya girib su çıxaracaq. H2. Görsənmi? Bir dənə H var, bir dənə OH-la girəcək. Yerdə nə qaldı? FeO3-dən bir dənə OH çıxdım. FeO2 və böyünə də gələcək bir dənə NO3 birləşəcək və alınan birləşmən bu olacaq. Deməli, FeO2, NO3 doğru cavab B variantı. Deyir, hansı reaksiya deyir, getmir. Baxaq. Aha, deyir, hansı reaksiya getmir? Gəlin, uşaqlar, baxaq görək, hansı reaksiya getməz. Məsələn, mən burada baxıram ki, görüm nə görə bilirəm. Natrium hidrokarbonat zamanı gələndə biləcəksiniz. Natrium hidrokarbonatın üzərinə natrium OH gələndə alınır natrium 2CO3, üstəgələ H2O. Bu reaksiya gedir. Burada kuprum 4 natrium OH-la reaksiyaya girər, çünki kuprum OH2 çökəcək, reaksiya getdi. Burada su əmlə gəldi, burada çöküntü əmlə gəldi. Magnezium OH xlorun üzərinə H-xlor gələndə OH ilə H birləşəcək, baxın, su çıxacaq, H2O çıxacaq və magnezium xlorun üzərinə bir dənə də xlor gələcək, yəni birləşəcək, olacaq magnezium xlor 2, yəni OH-ı verib xloru özünə birləşdirəcək OH-ın yerinə. Bu reaksiyada gedir və növbətiyə baxıram ki, magnezium karbonat reaksiyaya daxil olub natrium OH-la. Hə, bu reaksiya getməz. Niyə ay müəllimə? Buradan alınar magnezium OH2, qələblərdən başqa bütün OH-lar çöküntüdə çöküntü alındı. Və biz də deyirik ki, OH-ları çöküntü olan metalların OH-ını almaq üçün, yəni bu magnezium OH2-ni almaq üçün, magneziumun həll olan duzun üzərindən əlavə edilməlisən. Magnezium karbonat çöküntüdür. Hardan bildim? Karbonat haqqında onu deyə bilərəm ki, karbonatın natrium, kalium və NH4-dən başqa nəyə birləşdirirsən? Çöküntü verir. Magneziumu birləşdirdim, natrium, kalium, NH4 deyilsə çöküntüdür. Reaksiya getməz. Cavab olacaq D variantı. Keçdik növbəti sualımıza baxırıq, uşaqlar. Növbətdə görək nə deyir. Deyir, hansı formul doğru deyil? Gəlin baxaq. Görək, hansı formul doğru deyil? Məsələn, elə D variantı görən kimi götürürəm. Niyə? Natrium OH xlor. Sən bilirsən ki, natrium OH bir turşulu əsasdır. Çünki bir OH var. Və mən kitabda da yazmışam, dərsdə də demişəm ki, bir OH olan əsasların əsası duzu olmaz. Axı buna baxanda metal atomu turşu qalığı OH baxanda əsası duz olur. Axı natrium OH bir turşulu əsasdır. Onun əsası duzu olmaz. Keçsin növbətiyə əsas duz əmələ gətirmir. Çünki
Natrium OH, bir OH var. Bir dənə OH-ı verəndə, gətirib turşu qallığına birləşdirəndə OH çıxmış olur və OH-ı qalmır yerdə. Hansı əsaslar normal və əsaslı duzlar əmələ gətirir? Yadınızda qalsın, bir OH olan əsasların əsası duzu olmur. Aha, onda cavab olacaq 1, 2, 4 cavabı. Cavab oldu Y variantı. Hansı reaksiya suda məhlulda baş vermir? Çünki bu cürə getmir. B variantına bir dənə uşaqlar diqqət eləyək. Ferum 2, SO4 3 dəfə. Üzərinə gəliblər kalsium. Əslində mən bu barədə keçən dəfə dərsdə demişdim ki, duzun üzərinə metal gələndə fikir ver, metal atomu turşu qalığı duzlu üzərinə metal gəlsən. Metalın, axı duzu metal atomu turşu qalığı kimi yazsam, üzərinə metal gəlsəm, o QR kodda var uşaqlar bu haqda. Metalı vurub çıxartmaq söhbəti olacaq burada. Deyək, kişinin onlarda söhbəti. Metal, duzun tərkibindəki metalı vurub çıxartmalıdır. Və metalların gələcəyinin sırasına biz diqqət edəndə kalsium üçün dəmiri vurub çıxartmaq 2 vur 2-dir. Amma suda məhlul dediyinə görə bu məhlulda suda var. Kalsium dəmiri 2 dəqiqənin içində bir çıxmayla vurub çıxarır. Amma məhlul dediyinə görə burada su var deyə kalsium ferum SO4-dən ferumu çıxartmaq deyə ağız əyilir. Buradakı su ilə reaksiya şiddətli daxil olur. Birinci bu proses baş verir. Alınır orada kalsium OH2 üstəgələ H2. Alınmış hidrogen unsur gedir. Alınmış kalsium OH2 məhlulda olan ferum 2 SO4 3 dəfə ilə reaksiyaya girir. Və burada artıq söhbət başqa yerə çıxır. Alınır burada ferum OH3 üstə gələk kalsium SO4 və mən baxıram ki, ferum, axı burada ferum çıxmır. Burada ferum OH3 və kalsium SO4 alındığına görə B variantı olduğu kimi getmir. Baxırıq növbətiyə, görək növbəti sualımızda nə deyir uşaqlar? Aha, deyir, hansı reaksiyanın tənliyi doğru deyil. Uşaqlar, məsələn, B variantı. Metalların gələcəyinin sırasında sən bilərsən ki, mis sinkə deyə bilməz ki, çəkil dur kənara. Mis, əgər görsənmə, sink xlor 2 verib, üzərinə gəlibdir kuprum. Burada metal atomu turşu qalığıdır və üzərinə də metal gəliblər. Metalı vurmalıdır ki, 2 nəfərdir də. Bu metala desin, çıx get, turşu qalığı ilə mən birləşən. Və sink də, daha sonra mis də sinkə heç vaxt deyə bilməz çəkildir kənara, çünki gücü çatmaz. Deyir, hansı sırada olan metallar, baxaq. Aha. Deyir, hansı sırada olan metallar plümmenoid məhlulundan qurğuşunu çıxara bilir. Plümmenoiddən ümumiyyətlə hansı metallar çıxara bilməz? Plümmdən zəiflər çıxara bilməz. Bunlara aiddir kuprum, civə, argentum, aurum, platin, osmium, iridium. Mən baxıram ki, kuprum çıxara bilməz, aurum çıxara bilməz, civə çıxara bilməz. Cavab oldu Y variantı. Çünki bu metallar kupruma deyə bilməz çəkildir kənara ki, məsələn, plümmenoid 2 dəfənin üzərinə mən kuprum gəlsəm, kuprumun gücü çatmır plümmə desin çəkildir kənara, enoidlə mən birləşim. Bu reaksiya getməz, bunun tərsinəsi gedər. Hansı maddə deyir, həm natrium OH, həm də xlor turşusu reaksiyaya daxil olur? Yadınızda qalsın, həm turşu ilə, həm qələvi ilə reaksiyaya daxil olan duzlar əsasi duzlardır. Əsasi duzlar həm əsaslarla, həm turşularla reaksiyaya daxil olur. Cavab olacaq B variantı. Keçin növbətiyə. Görün növbətdə nə deyir? Aha. Deyir, hansı reaksiyadan əsası duz alına bilər? Uşaqlar, əsası duzun alınması üçün reaksiyaya girən əsasın tərkibindəki OH-ın sayı H-dan çox olmalıdır. Amma diqqət, bir OH olan əsaslar əsası duz əmələ gətirmir deyə əmsalını böyük verib səni çaşdıracaq. Onda A-nı tez bazar silirəm, D-ni tez bazar silirəm. Onda mən baxıram OH və H-ların müqayisəsinə. Biri vurdum 2-yə, 2 OH var. Burada 4'ü vurdum 1'ə, 4 dənə də H var. Və OH-ım H-dan kiçik olduğuna görə burada turş tuzu alınacaq. Onu da B-ni də sildim. Keçirəm C-yə. 1 vurdum 2-yə, 2 OH-ım var. Fikir verin, 1 molda H2SO4 götürüblər, 2-ni də vurdum 1-ə, 2 dənə də H-ım var. Bərabərdirsə bu normal duz alınacaq. Deməli, doğru cavab Y bəndi olacaq. Niyə? 1 mol kalsium OH2, üstə gələ 1 mol H xlor. Fikir verin uşaqlar, 1'i vurdum 2 OH-a, elədi 2 OH. 1'i vurdum, bir dənə H elədi, bir dənə H. OH-ım çoxdur deyə əsası duz olacaq. Və salam, bu formada diqqət edin. Amma birinci sənin işin, baxın uşaqlar, bir daha deyirəm. Sənin birinci işin diqqətli ola. Bir OH olanların əsası duz olmur. Bir OH olan cavabları naxada çıxmalısan.
Ki, məsələn, D bəndinə baxın uşaqlar, gəlin bunu silin, bir D variantı üzərində bax, uşağın elədiyi səhvə baxaq. Uşaq deyir ki, ay müəllimə 2 mol natrium OH, OH H-dan çox olmalıdır əsası doz üçün. Uşaq deyir, 2-ni vurdum OH elədi 2 OH, 1-i vurdum H elədi 1 H. Ura, OH çoxda əsası doz. Xeyr. 1 OH olan əsasların, 1 OH olanların əsası duzu olmaz. Əmsalını böyük verib, səni çaşdırıb, səni ondan vuracaq. Diqqətli ol. Keçsin növbətiyə. Hansı reaksiyadan deyir, turş duz əmələ gələr. Turş duz əmələ gəlməsi üçün inşallah bu haqda mən kitabda vermişəm bu reaksiyanı. Baxın, burada B variantı olacaq. Natrium sulfatın üzərinə sulfat turş salanda alınır natrium hidrosulfat. Turş duza çevrilir. 24-də baxırıq. Görə 24-də nə deyir? 24-də deyir, molar kütləsi 81 olan HX turşusu ilə bunun emiri 81-dir. Molar kütlə emirdir. Üzərinə gəliblər YOH2, bunun da emiri 58-dir. Buradan nə alınacaq? Bunun vanitliyi 1-dir. Çünki hidrogenin vanitliyi 1-dir deyə bilirəm, bu 1-dir. Bu OH-ın vanitliyi 1 olduğuna görə 2-ni vurdum 1-ə, böldüm 1-ə, 2 düşdü Y-ın vanitliyinə. Aha, bunun vanitliyi isə 2-dir. Aha, onda Y-ın vanitliyi 2-dir, X-in vanitliyi 1-dirsə, formula olacaq YX2 duzu. İndi mən burada nəyə tapmalıyam uşaqlar? Axı mənə HX-in emerin verib 81. Onda gəlin görək HX-in 81-dirsə emeri, X-in ayrı nə qədər imiş? 81-dən hidrogenin ayrı 1-i çıxacam, eləcək 80. YOH2-nin emeri 58-dir. Bu 58-ci tapıblar. Y-ın üzərinə 16-nı vurublar ki 32, 1-i vurublar 2-yə, üzərinə gəliblər 2 eliblər 58. 58-dən çıxanda 34 neçə eləyəcək? Y-ın ayrı 24. Y-ım 24-dür, X-ım da 80-dır. Mənə deyir, alınan duzum bu deyil, bu duzdur da. Bunu deyir, emerin tap. Y-ım bir dənədir, vurdum 24-də 24. X-ım 2 dənədir, vurdum 80-ə 160. Və burada da cavab olacaq 184, sənin doğru cavabında C variantı. Bu da belə. Bunu da izah verdik. Bircə dəqiqə uşaqlar bu tərəf. Aha. Geçdik 1, 2, 3'ə keçəcəyik, səhv etmirəmsə. Aha. Bizə görək nə deyir? Görək nə deyir uşaqlar? Bizə deyir ki, hansı sırada maddələrin formulu doğrudur? Kalsium hipoklorit. Hipokloritin turşu qalığı nə idi? H-xlor-O hipoxloritdir. Kalsiumda deyəndə bölünə hidrogeni silirəm, gətirirəm bura, kalsiumu birləşdirirəm. Kalsiumun valentliyi 2-dir, xloronun valentliyi 1-dir, olacaq xlor-O 2 dəfə. Deməli, bu deyil, ya budur, ya budur, bu da deyil, ya C-dir, ya D-dir. Kalsium dihidroortofosfat. Baxın, kalsium dihidroksidirsə OH2 yazardım. Məsələn deyək. İndi ona uyğun heç olmaz, çünki kalsium OH2 özü ilə bir OH-ını verib turşu qalığı birləşdiriblər. Kalsium dihidroortofosfat. Belə formul axtarmırıq. Sonra kalsiumun valentliyini yazırıq, H2PO4-ün valentliyini yazırıq və mötərizə 2 dəfə gedir. Onda olacaq kalsium, onda cavab olacaq C variantı. Çünki burada kalsium H2PO4 yazıb deyə D də ola bilməz. Keçirik növbətiyə. Bunları əslində mən sizə şöyle PDF şəklində göndərmişəm. Oradan da formulları əzbərləyib rahat şəkildə testə keçid edə bilərsiniz. Hansı sırada maddələrin formulları doğrudur? Amonium ortofosfat. Amonium ortofosfat. Bu formuldan biz getməyəcəyik uşaqlar. Amoniumun valentliyi 1-dir, PO4-ün valentliyi 3-dür. Hardan bilirəm? H2PO4-dən 3 dənə H qopartmışam. Deməli, mötərizə 3 dəfə. Bu 1-in altında olacaq. Sonra mənə deyir, amonium dihidroortofosfat. Amonium dihidroortofosfat. Valentliyə baxıram. Valentliyi 1-dir, H2PO4 valentliyi 1-dir, olduğu kimi qalacaq. Deməli, ikincinin formulu budur. Keçirəm üçüncüyə. Amonium hidroortofosfat. H2PO4-ün valentliyi 2-dir, NH4-ün valentliyi 1-dir, mötərizə 2 dəfə gedəcək və doğru cavabları da siz özünüz taparsınız. 27-yə baxırıq, görə 27-də nə deyir? Deyir, hansı? Bizə dəqiqə, hə. Görək nə deyəcək bizə? Aha. 27-yə baxırıq. Deyir, hansı duzun adı doğru deyil? Baxaq. Bax, görək bizə nə veribdir. Baxıram ki, fikir verin. Natrium hidrosulfitdir bu, itdir. Çünki SO3-dür, amma sulfat yazıbdır. Elə bəndə səhvdir. Keçsin növbəti. Hansı halda maddələr doğru adlandırılmışdır? Alüminium sabitdir, NO3-ün adı nitratdır deyə alüminium nitrat.
Burada da olacaq alüminium dihidro O ortofosfat. Bu 3 uşaqlar valentliyə görə alınır. Daha diqqət eləyəsiniz. Keçirəm növbətiyə. Kalium ortofosfat. Kalium ortofosfat PO4-ün valentliyi 3-dür, kaliumun valentliyi 1-dir, mürtəzi 3 dəfə gedəcək, üzr istəyirəm, mürtəzi nə idi? Kalium 3 PO4 gedəcək. Magnezium hidrosulfat, HCl4-ün valentliyi 1-dir, magneziumun valentliyi 2-dir, gedəcək magnezium HCl4 2 dəfə. Mən bunları sizə PDF şəklində göndərmişəm, əzbərləyə bilərsiniz oradan da uşaqlar. Rahat olsun deyə duzların formunu çalışın, əzbər bilin. Necə də müəyyən edilib demişəm sizə. Kalsium hidrokso bromid, kalsium hidrokso bromid id. Bu da bunun formu olacaq. Və sən doğru cavabları müəyyən edin, tapın, altlarında geçsin. Keçirin növbətiyə. 30-cu suala. Deyir, hansı sırada bir valentli metalın ortofosfat turşusunun duzları verilib? Uşaqlar, ortofosfat deyirsə, PO3 ola bilməz. Bunu hələ nağda silirəm. Ortofosfat turşusu bir valentli metalın ortofosfat turşusunun duzları deyirsə, bir dəfə PO4 ilə birləşdirirsən, bir dəfə HPO4 ilə birləşdirsən, bir dəfə də H2PO4 ilə birləşdirsən. Biz artıq bunu valentlidə keçmişdik. X-i bir valentli yazırsan, HPO4 ilə birləşdirirsən, X-i bir valentli yazırsan, H2PO4 ilə birləşdirirsən. Buna uyğun cavabı tapırsan. Valentliyi 3-dür, oldu X3PO4. Valentliyi 2-dir, H3PO4-dən 2 hidrogen qopartmışam deyə. X2HPO4. Valentliyi 1-dir deyə elə X-H2PO4-də qalır. Və salam. Burada da eynən 2 valentli metaldır deyəndə X-a 2 valent yazırsan. Baxın uşaqlar, bu qayda ilə gedəcək. 2 valent yazırsan bura 2 valent qeyd edirsən, X3PO4 2 dəfə olacaq. Bura 2 valent yazanda artıq bu olmayacaq, hər ikisi 2 valentlidir. Bura 2 valent yazanda əksinə H2PO4 2 dəfə düşəcək. Növbətdə də uşaqlar 3 valentli deyir, yox, 3 valentli demir, yəni 3 valentli də desə elə o qayda ilə gedəcəyik. Keçsin növbəti sualımıza. Görə deyir, hansı sırada bütün duzlar suda yaxşı həll olur? Natriumun, kaliumun, NH4-ün bütün duzları suda yaxşı həll olandır. Cavab getdi variant. Hansı halda əsasla turşunun mol nisbətində turş duz əmələ gələr? Yəni, H-ın sayı OH-dan çox olmalıdır. Hansı turşlar turş duz əmələ gətirmir? Bir hidrogeni olan, yəni bir əsaslı turşlar, H-klor var deyə silirəm, HNO3 var deyə silirəm. İndi baxıram digərlərində. Burada baxıram ki, barium H2-də 2 OH var, HCl4-də 2 H var, bərabərdir normal duz A ola bilməz. 2 OH var, 3 dənə H var, turş duza getdi. Niyə bəs D bəndi olmaz? 2 dənə OH var, fikir verin OH-ın sayına. 2 dənə də H var deyə normal duzdur, bu da ola bilməz. Hansı halda əsasla turşunun mol nisbətində əsası duz əmələ gələr? OH-ın sayı H-dan çox olmalıdır. 1 OH olanlar olmasın. Görüm, heç birində də 1 OH verilməyib. Görüm, OH-ın sayı H-dan çox olan nə cavab olacaq? C bəndi. Çünki 2 OH var, 1 dənə H var. OH-ın çoxdur, C bəndi. Hansı halda turş duzu alınır? Turş duz alınar deyirsə, bir əsaslı turşlar olan cavabı çıx, bir əsaslı turşu turş duz əmələ gətirmir. Sonra OH-la H-ı müqayisə elə. Məsələn, mən baxıram ki, 2 vurdum 2-yə 4 dənə H-ım var, 2 dənə OH var. Vəsə, getdi turş duza A bəndi doğrudur. Digərlərinə baxsınız ki, H-ın OH-dan çox olmayacaq. 49 qram deyil sulfat turşusunu, 49 qram sulfat turşusu H2SO4 tamamilə turş duza çevirmək üçün neçə qram kalium hidroksid lazımdır? Bu, birin biri reaksiyasına daxil olmalı ki, 2 dənə H-ım olsun, 1 dənə OH-ım olsun, H-ım çox olsun, turş duz versin. Yəni, kalium HSO4 plus H2O verəcək. Vəsə. Heç reaksiyanı yazmasan da olar, bilməlisən ki, turş duz olması üçün birin birə girməlidir. Normal duz deyəndə 2 mol kalium H lazımdır. Bir neçə qram kalium hidroksid? X qram. Qramın altında əmsal 1-dir, vurulsun emir 98, əmsal 1-dir, vurulsun emir 56. Vəsə, hesabla sənin cavabındır. Deyir, hansı halda turş duz alınmır? Turş duz alınmır deyirsə, məsələn, uşaqlar, C variantına baxın, heç burada hidrogenlə bağlı deyil, burada alınacaq kalsium karbonat. Ona görə burada turş duz alınmayacaq. Digərlərini isə görürsünüz, H-ın sayı daha çoxdur OH-dan. Burada onsuz da normal duzun üzərinə həmən turşdan gələndə turş duza çevrilir. Burada OH-ın sayı H-dan azdır deyə turş duzdur. Burada H-ın sayı çoxdur deyə OH-dan yenə turş duzdur. Və burada da yenə normal duzun üzərinə həmən duzun tərkibindəki turşudan gəliblər. Bu karbonat turşusu deməkdir. Turş duza çevriləcək.
Hansı halda normal duz alınır? OH-ın sayı H-a bərabər olmalıdır. A bəndinə baxıram, 2-ni vurdum 3-ə, 6 dənə OH-ım var. 3-ü vurdum 2-yə, 6 dənə də H-ım var. Bərabərdir deyə normal duz, elə A variantı olacaq. Bu da belə. Yəni mən bunları silim. Üzr istəyirəm inşallah. Aha. Növbətiyə baxırıq. Yox, bunu dedik. 1, 2, 3, onda bu olacaq 4-cü. Aha, 39-a baxırıq. Deyir, hansı halda maddələrin adı doğrudur? Bunun adı nədir? Natrium hidroortofosfat. Aha, natrium dihidro dediyinə görə A-nı silirəm. Natrium hidroortofosfat uyğundur, C-də uyğundur. Natrium ortofosfatı silirəm, metafosfatı silirəm. Deməli, ya C-dir, ya B-dir. Kalium bixromat var. Bir də kalium yenə bixromat var. Bəli, onsuz da burada 2 dənə xrom olduğuna görə bixromatdır. Bu hər ikisi uyğun gəlir. Burada isə baxıram, bura C bəndində mis 1 yazıbdır. Xeyr. Kuprum 2, OH 2, CO3 olanda, baxın CO3'ün valentliyi 2'dir. OH'ın valentliyi 1'dir. Baxın, 1'i vurduq 2'yə. Burada 2 oldu. 2'ni vurdum 1'ə, burada 2 oldu. Topladım neçə elədi? 4 oldu. 4'ü 2'yə böldüm, misin valentliyi 2'dir. Mis 2 hidroks olacaq. Mis 1 olan səhvdir. Keçdik, hansı duzun adı doğru deyil? Uşaqlar, baxın, hansı duzun adı doğru deyil? Gəlin, baxaq görək. Məsələn, natrium manganat veribdir. Manganın burada oxşaşma dərəsini tapın. -2, -1 qoyanda 8-dən 2 çıxdım 6, bəli, manganatdır bu formada. Amma Y bəndinə baxın. Barium mangan O4 veribdir. -2, -2 qoyanda 8-dən 2 çıxanda eləyir -6. Amma permanganatdır. Bu cavab doğru deyil. Çünki Y variantı olacaq. -6 eləyəndə manganat olur. Əsası duz əmələ gətirə bilən hidroksitləri müəyyən edin. 1 OH olanların əsası duzu olmur. Cavab olacaq 1 ilə 3. Hansı halda əsasla turşunun göstərilən mol nisbətində turş duz əmələ gəlir? Turş duz əmələ gəlməsi üçün H-ın sayı OH-dan daha çox olmalıdır. Bir əsaslı turşulan turş duzu olmur, silirəm. Onda burada görürəm 2 OH var, 2 dənə H var, normaldır. Cavab olacaq C variantı. Görürsünüzmü? Hidrogenin sayı OH-dan çoxdur. Hansı halda əsasla turşunun göstərilən mol nisbətində əsası duz əmələ gəlir? OH-ın sayı H-dan çox olmalıdır. Cavab olacaq C bəndi. Bax, 2 dənə OH var, 1 dənə H var. Alüminium hidrosulfatın formulunu müəyyən edin. Alüminium hidrosulfat. HSO4-ün valentliyi 1-dir, alüminium valentliyi 3-dür. Gedəcək mötərizə 3 dəfə. Bu cavabı axtaracaqsa alüminium HSO4 3 dəfə B bəndi. Bir duzun tipini müəyyən edin. Kalium metaldır, alüminium metaldır, SO4 turşu qalığı. Metal turşu qalığı nə olacaq? 2 qat duz olacaq. Bir ortofosfat turşusu molekulunda bütün hidrogen atomları. Ortofosfat turşusu H2PO4-dür. Bütün hidrogen atomlarını, bütün dediyinə görə hamısını sildim. Kaliumla əvəz etdim. Kaliumun valentliyi 1-dir, PO4-ün valentliyi 3-də oldu. Kalium 3PO4. Alınan duz nə olacaq? Kalium ortofosfat. Vəssalam. Cavab axtarsan kalium ortofosfat. Sulfat turşusu molekulu H2SO4. Deyir atomda birini silirəm mən. Aha, qaldı kalium HSO4. Üzr istəyirəm, HSO4 qaldı. Və kalium metali ilə əvəz edim. Bunun da valentliyi 1-dir, bunun da valentliyi 1-dir. Bəli, kalium hidrosulfat. Vəssalam. Natriumdan deyir, üzr istəyirəm. Olsun laf. Natrium bizim üçün fərq eləmir. Natrium hidrosulfat cavabın olacaq. Sonra ardınca baxırıq növbətiyə. Hansı sırada maddələrdə oksid, hidroksid və duz verilib? Oksid, hidroksid və duz elə A variantı olacaq. Hansı formullar doğrudur? Kalium NO3 doğrudur. Hər ikisinin valentliyi 1-dir. Kalium, bax HNO3 bir əsaslı turşudur. Onun turş duzu olmaz, səhv veriblər. Kalsium NO3 şəfi bu da doğrudur. 1-dən 3. Hansı reaksiya əsasın və turşunun mol miqdarına asılı olmayaraq, yəni əmsal neçə olursa olsun, yalnız və yalnız normal duz əmələ gətirənlər 1 OH olanlarla 1 H olanlar, yəni bir əsaslı turşular. Əslində 1 H olanlar düzgün demirəm, burada H2PO2-də aid olmalıdır. Yəni istisnadı nəzərə alırıq. Cavab olacaq C variantı. Gümüşün hansı duzu suda yaxşı həll olur? Demişəm NO3-ün, yəni nitratın bütün duzları suda yaxşı həll
olandır. Natrium hidrosulfatın qrafik formulu. Fikir verin inşallah. B bəndi səhvdir. Natriumdan 2 dənə xətt çıxıb. Bəyən valentliyi 2-dir. Burada 2 dənə natriumdan xətt çıxıb. Səhvdir. Valentliyi düzgün yazılmayıb. Burada valentliyi natriumdan düzgün yazılmayıb. Burada düzgün yazılmayıb. Deməli A bəndi. Normal duzdur. 1 molunda olan atomların sayı 9-a bərabərdir. Gəlin tapaq. Bu turş duzdur. Ortada hidrogen var. Bu 2 qat duzdur silirəm. Bu əsası duzdur. Bu normaldır. A da D-də normaldır. Və 9 atom deyirik. 1 azot, 4 hidrogen, 1 azot, 3 oksigen. Deməli 3, 4, 8, 9 elə A bəndi olacaq. Deyir, duzun adını müəyyən edin. Magnezium hidrokso, OH olanda hidroksa gedir. Magnezium hidrokso xlorid. Cavabı tapın. Əsası duzdur deyir. Baxaq uşaqlar. Görək nə deyir bizə burada. Deyir, əsası duzdur. Əsası duz deyirsə, bu əsasdır. Bu əsası duz deyil. Əsası duzdur. Əsası duzdur. Turş duzdur. 2 qat duzdur. Və 6 atom olmalıdır. 2, 3, 4, 5 dənə oldu. Bu da uyğun deyil. 1, 2 dənə oksigen, 2 dənə hidrogen, 5, 6. Onda C bəndi doğru olmuş olacaq. Baxın bu formada. Sonra keçirik növbətiyə. Baxaq. Aha, 56-ya baxırıq. Deyir, hansı duzların formulu doğrudur? Bir OH olanların əsası duz olmur. Səhvdir. 2 ilə də 3 doğrudur. Natrium nitrat, natrium hidrosulfat olacaq. 2 ilə 3 doğru olacaq. Deyir, kalsium karbonat və barium SO4-dən ibarət 5 qram qarışığa. Qarışıq məsələlərində uşaqlar belə bir mörtəzə yazırıq. 5 qram qeyd edirik həmişə. Kalsium karbonat verib bizə. Sonra verib bizə barium SO4. Barium SO4-dən ibarət qarışıq üzərinə artıq miqdarda nitrat turşusu gəlmişik. Burada alınacaq uşaqlar kalsiumin 32 dəfə. Üstə gələk karbon qazı və su. Çünki karbonat turşusu əmlə gəlir. Və bura bir dənə 2 atırıq. Əmsallaşdıranda barium SO4-ü üzərinə HNO3 gələndə bu reaksiya getməz. Çünki SO4-ü yerindən hansısa turşu çıxara bilməz. NO3 SO4-ə deyə bilməz, çəkilir, dur kənarda. Onda bu reaksiya getmir. Buranı silək. Bu da belə qalsın. İndi görək nə deyir. Mən bunu biraz belə çəkə bilsəydim əla olardı. Amma çəksəndə məsələni görmürəm. Deyir, bu zaman gəlin bunu aşağıdan qeyd edeyim. Onda kalsium karbonat üzərinə 2 mol HNO3 gəlmişik. Alınıbdır kalsium NO3 2 dəfə. Üstə gələ çıxırıq. Karbon qazı və su. Aha. Bura bir dənə 2 yazdıq mı? Deyir, 5 qram qarışıq idi. Bu ikisi bir yerdə barium SO4-dən 5 qram idi. Burada yazım ki, mənə rahat olsun, şahs sizə də rahat olsun. Onda mən bunu silirəm. Aradan çıxarıram. Aha. Deyir, bu zaman 448 millilitr qaz ayrılıbdır. Şöyle, bura 448 millilitrdir və bunu litrə çevirmək üçün 1000-ə böləcəksiniz. Oldu bu qədər. Aha. Bu da oldu litr. Deyir, bu zaman qarşılıqda neçə qram barium istəyir? Bunun qramını istəyir. Bu ikisinin bir yerdə, bu ikisinin bir yerdə 5 manat pulu var. Mən bunun manatını hesablayıb taparam. 5-dən x-i çıxsam, digər x-i tapmış olam. Lap x2 yazaq bura. Qoy görüm, sıfırdan 1000-də 448 litr ayrılanda qaz neçə qram kalsium karbonat reaksiyaya girib. Baxın inşallah, buranı silirəm. Qramın altında əmsal vurulsun emir. 100-ə isə yazıram ki 22,4. Buradan x-i tap. Burada da barium SO4-ü istədiyinə görə 5-dən də çıxırsan, aldığın x-in cavabı olacaq barium SO4-ün kütləsi. Vəssalam. Keçir növbəti 59-cu testimizə. Hansı maddələrin formulları? Bir hansı maddələrin formulları doğrudur? Baxaq. Baxırıq ki, kalsium OH xlor, magnezium H2PO4 2 dəfə. Bax, kalsium OH xlor. OH-ın valentliyi 1-dir. Xlorun da valentliyi 1-dir deyə, bəli, uyğun gəlir. Toplayanda 2 eləyib, 1-ə böləndə 2 düşdü, düzdür. Magnezium H2PO4 2 dəfə yazıbdır. Bəli, H2PO4-ün valentliyi 1-dir, magnezium da 2-dir. Gedəcək mörtəzə 2 dəfə, bu da doğrudur. Kalsium hidrokarbonat veribdir. HCO3-ün valentliyi 1-dir, kalsiumun valentliyi 2-dir. Bu da mörtəzə 2 dəfə gedəcək. A variantı doğrudur. Niyə B variantı? Üzr istəyirəm, mən formullar doğru deyil, adları axtarırıq. Üzr istəyirəm. Mən də baxıram ki, digər variantlarda da doğru var. Sualı heç oxumamışam, görmürəm o yuxarı hissəni. Mənə deyir ki, hansı formullara görə biz ada görə formulları tapacağıq. Aha, ada görə formulu tapanda kalsium xlorid. Xlorid deyirsə, ID-dir, çıxıram.
Bu hidroksodur, bunu çıxıram. Xlorid deyirsə hipoxloriddir, bunu çıxıram. Ya B-dir, ya Y-dir. Çünki xlorid H-xlor-O2-dir, xlor-O2 ilə olmalıdır. Magnezium hidroortofosfat. Magnezium hidroortofosfat olduğuna görə, burada magnezium ortofosfat olduğuna görə B bəndinin üzərində dayanıram, doğruca. Burada da kalsium hidrokarbonat, bu da doğrudur. 60-a baxırıq. Hansı maddələrin formulları doğrudur? Gəlin baxaq. Amonium ortofosfat. Amonium NH4-dür. Ortofosfat da deyəndə PO4. PO4-ün valentliyi 3-dür. Amonium valentliyi 1-dir. Gedəcəm mörtəzəyə 3. Amonium dihidroortofosfat. Amonium dihidroortofosfat deyir. Dihidro deyəndə H yazıram. Bunun da valentliyi 1-dir. Bunun da valentliyi 1-dir. H2PO4 olacaq. Amonium hidroortofosfat deyir. Amonium Amonium NH4 ortofosfat. Yox, hidroortofosfat. Aha. Hidroortofosfat. H-4-ün valentliyi 2-dir. Amonium valentliyi 1-dir. Mörtərizə 2 dəfə gedəcək. Şu 60-a qədər izahat verdim. İnşallah ki, ardında sonra davam elətdirərik. Məncə düşünürəm ki, məsələn 61-ə də baxaq. Bir dəqiqə baxım, görün. Bir 70-ə qədər gəlim də. Bizə dəqiqə tavat çatdıracaq, narahat olma. 70-ə qədər iti sürətlə gəlim. Deməli, 61-i də dedik, 60-ı dedik, 61. Tuş duzları göstərin. Bu əsası duzdur, OH var, əsası duzdur, 1-lə 2 doğrudur. Əsası duzları göstərin, ortada OH olsun, 4-lə 3 olacaq. Gördünüz, bu tuş duzdur, bu da tuş duzdur, hidrogen var. Suda yaxşı həll olan duzları göstərin. Barium üstü çöküntüdür, əzbər vermişəm sizə. Natrium, kalium, NH4-ün çöküntüsü yoxdur deyə B variantı olacaq. Suda həll olmayan duzları müəyyən edin. Natriumun çöküntüsü yoxdur, kaliumun çöküntüsü yoxdur, natrium çöküntüsü, NH4-ün çöküntüsü yoxdur, deməli C bəndi çöküntülər olacaq. 2 mol deyir, baxın uşaqlar, 3 mol kalsium OH2 ilə reaksiyaya girib 2 mol H3PO4. Deyir, bu zaman hansı duz alınır? Uşaqlar, biz burada nəyə diqqət eləməliyik? Baxırsınız ki, 3-ü vurdum 2-yə, 6 dənə OH-ım var. 2-ni də vurdum 3-ə, 6 dənə H-ım var. Deməli, normal duz. Kalsiumun da ortofosfat turşusu ilə normal duzun formulu nə olacaq? Bunun valentliyi 3-dür, bunun da 2-dir. Kalsium 3, PO4, 2 dəfə. Vəssalam, doğru cavab bu olacaq. Keçsin növbətiyə. Deyir ki, natrium hidrokarbonun üzərinə hansı birləşməyə əlavə etmək lazımdır? Natrium karbonu. Keçəcək karbon dərsində hidrokarbonat duzların üzərinə özünküsünün qələfsin gələndə keçir karbonat duzuna. Yəni, turş duz normal duza çevrilir. Natrium OH olacaq. 67. Hansı maddələrin formulları doğrudur? Magnezium hidrokarbonat, magnezium hidrokarbonat. H-CO3-ün valentliyi 1-dir, magnezium da 2-dir. Gedəcəm mörtərizə 2 dəfə. Bu formulu axtar. Növbətiyə baxıram, ada. Deyir, dəmir 2 oksid. Dəmir 2 oksid. Oksigen də valentliyi 2-dir deyə elə olduğu kimi qalacaq. Dəmir 3 deyir, hidroksoxlorid. İndi bura diqqət edin. OH-ın valentliyi 1-dir, dihidrokso demədiyinə görə OH 1-dir. Mən də bilirəm ki, xlorun da valentliyi 1-dir. Axı, burada valentliyi 3-dür. 3-ü vurdum 1-ə, bu tərəf də 3 olmalıdır. 1-i vurdum 1-ə elədi 1. Axı, burada ikisi çatmır, ona görə də bura xlora 2 yazıram ki, 2-ni 1-ə vurum. 2 eləsin, 1-i 1-ə vurum. 1 eləsin, toplayım olsun 3. Vəssalam, bu formulu tapacaqsa. 68. Kalsium hidrosulfit. Bu sulfatdır, SO4-dür. SO4-ləri silirsən. Hidro dediyinə görə hidrogeni yoxdur. Ya C-dir, ya D-dir. Alüminium hidroksoxlorid. Hidrokso deyir xlorid. Dihidrokso demir uşaqlar bizə. Ona görə C-ni də silirəm. Çünki burada 2 OH var. Aha, hansı halda X bir əsaslı turşunun qalığıdır? Gəlin baxaq. Bir əsaslı turşunun qalığı hardan mən müəyyən eləməliyəm? Aha. Bir əsaslı turşunun qalığı da deyirsə, baxın uşaqlar, alüminium OH-X2. Alüminium valentliyi 3-dür. Bu tərəfdə cəmi 3 eləməlidir. OH-ın valentliyi 1-dir. 1-i vurdum 1-ə 1. 3 olması üçün ikisi çatmır. Bura 2 isə bura nə yazmalıyım? 1 olmalı ki, 2-ni 1-ə vurum 2 eləsin, 1-i 1-ə vurum 1 eləsin, toplayanda 3 eləsin. Deməli, 1 valentlidir, uyğun gəldi. Keçirəm növbəti. Alüminium OH2X. Alüminium valentliyi 3-dür, bu tərəfdə 3 eləməlidir cəmi. Valentliyi 1-dir deyə 2-ni 1-ə vurdum 2 elədi. 1-i 1-ə vurmalıyam 1 eləsin ki, toplayanda. Bu da 1 valentli oldu. Onda doğru cavab olacaq 1-lə 2. Niyə 3 olmaz? Çünki 3-də görürəm ki, alüminium
OH X yazıb. OH-ın valentliyi 1-dir. Biri 1-ə vuranda 1 elədi. 3 olması üçün ikisi çatmır. Biri neçəyə vurum ki 3 toplayanda sonra 3 olsa 2-yə vurmalısan. Digərində isə alüminium valentliyi 3 yazanda fikir verin 2-ni vurdum 3-ə. 3-ə böləndə X-ə 2 düşür. 4-dən söhbət gedir. Üzərində verdim. Deyir X hansı halda 3 əsaslı turşunun qalığıdır. Gəlin baxaq. Sonuncu olaraq 70-yi zat verəcəm uşaqlar. Çox gedə bilmirəm çünki zamanım yoxdur. Baxırıq. Hansı halda X 3 əsaslı turşu? Baxın, alüminium X yazıb. Fikir ver, alüminium valentliyi 3-dür deyə vurdum 1-ə, böldüm 1-ə 3 düşdü. Bu doğrudur. Sonra alüminium 2 X3 yazıb. Fikir verin. Bu bilirəm ki, buradan 2-dir valentliyi yox. Sonra alüminium OH X yazıbdır. Fikir verin, valentliyi 3-dür deyə OH-ın valentliyi 1-dir. Biri 1-ə vurdum 1, ikisi çatmır. Biri neçə vurmalıyam? 2-yə. Bunda 3 əsaslı deyirsə, alüminium OH X də eləməyəcək. Aha, görürəm alüminium burada da yazıb, sonra alüminium baxırıq, yazıbdır mənə alüminium OH 2X. Bu tərəf 3-dür deyə buranın da cəmi 3 eləməlidir. OH-ın valentliyi 1-dir. 2-ni vurdum 1-ə 2. Biri neçəyə vurum ki 2 ilə toplayanda 3 eləsin, 1-ə vurmalıyam. Onda yalnız 2 doğru cavab olacaq. Bu qədər uşaqlar. Mən düşünürəm ki, bəs eləyər. Qoy bir də 71-də deyim, bu səhifəni bitirim. Müəllimə mənə bayaqları dedi ki, burada testi izah eləyəndə demişdim, bu səhifəni bitirirəm 71-dən. Müəllimə bayaqları mənə dedi ki, karbonatın natrium, kalium, NH4-dan başqa hamısı çöküntülərdir. Onda suda yaxşı həll olur deyirsə, ferumla sink veribsə, bunlar çöküntü olacaq, cavab olacaq X-la Z. Çünki 2 cavab veribsə, demək X-dan Z-ə gedəcək birbaşa.